Necə gedir? Polisə bir dəqiqə zəng eləyəcəm, Allah haqqı gələcəklər. Dedim anasını tapağım. Ay sən o anasıyla nə işin var? Mən sənə dedim, axı mən sən başımı söndərsəm, görsəm pis olacaq. Rədd ol get işinə. Tapdın anavı? Gözləyir anasını, narahat olmayın, gələcək indi. Yoxsa gedim tapaq da bir dənə. Lazım deyil də bizim yanımızda diyalıq zaten, nəyə tapdın? Nəsə olsa biz yığacağıq anasına. Polisə demişəm indi burada. Mən özüm də deyərəm, narahat olmayın. Gedək mən polisə xəbər verirəm, indi bizim evin yanında durun. Siz dəqiq məni anlatmırsınız, dəqiq aparacaqsınız. Bax ki, sizə aldatsaq da, sizə Keçmədim, sizi də məqsəd. Dəqiq. Başımı söndərim, sizi görsəm, inan Allaha polisə sizin adınızı verərəm. Eşitdiniz məni? Adımı bilirsiniz ki. Mən sizə dedim də. Hə, heç nə, gəl sən burada gedək anam. Sözdən başa düşmürsən sən? Xəstə deyil şu an. Burada daha anası gəl. Ay qardaş, mən sənə dedim, axı mən sən başımı söndərsəm, görsəm pis olacaq. Rədd ol get işinə. Neçə yaşın var sənin? 13. 13 yaşı var, bu qızda sən nə istəyirsən? Qardaşısan, atasısan nə istəyirsən? Yaxşı, onda mən getdim də buradan. Cəhənnəmə gedə yolum var. Dəqiq aparırsan, mən rahat ola bilərəm də. Hə. Doluyur, Allah haqqı doluyur, mən ağzına bitər eləyəcəm. Estağfurullah, siz də olun ki. Sənin nəyinsədir? Tanımıram. Dəqiq tanımırsan. Bu ortada bir oyun zat yoxdur. Əslində siz də tanımırsınız da. Biz qızıq, gedib ağzımı açdırmadım, mən get işinə məşğul. Mən də fərz elə ki, qardaşıyam. Sən tanımırsan da bu qızı. Bu belə yaxın şəkildə mən apararam, mən anasını gördüm. Sizin bu nə yaxınsınız? Siz kimsiniz də? Qrup halında gələcəksiniz. Bunları tanımıram. Yox, nə qrupu? WhatsApp qrupu. Bu dəqiqə mən qızların WhatsApp qrupuna ağzımdan çıxanı deyim, onlar da baxsın. Atanın nömrəsini bilirsən, bacının, qardaşının, kiminsə, harda qaldığını bilirsən. Əhməddə qalıb. Aparım mən səni evə, apara bilərəm. Evini tanıyırsan, bilirsən. Tam yolda. Zdaniyevdir də. Hardan tanıyırsan? Qonşumuzdur da. Sən bizi narahat edirsən, başa düşürsən? İşte mən işim yoxdur, mən burada. Hadi sizə get işinə məşğul ol. Mənim işim yoxdur, işdən çıxarıblar. Allah haqqı, spoyların əlində qalır. Tapa bildim. Orada yarım saat gözləyirəm yoxdur. Bunlar da arxamda düşüb. Dedin anamı axtarıram, ona görə dedim də kömək eləyim sənə. Yoxsa narahat olmayın. Biz özümüz eləyərik, köməkçisi narahat olmayın. Tapacaqsınız? Hə, bəli. Tapacaq narahat olmayın. Necə tapacaqsınız ki? Sizə təxlisi yoxdur. Gedə bilərsiniz. Təxlisi yoxdur. Mən tapıram da, kömək eləyirəm də. Orada mənə də ki, gəlsə burada gəlirəm. Bunlar da yanımdaydı. Dedi ki, gedək yemək yeyək. Dedim, gəlmirəm. Telefon nömrəsini bilirsən? Yadımdan çıxıb. Qaçın, uzaqlaşmıram. Durmuşam da. Yox, niyə durmaq olmasın ki? Durma olmaz. Sizə kömək istəmədik. Bəlkə məni alladırsınız. Nə əlaqə? Qız olanda allatmırlar. Yox, uzaldı. Ən azından qız bizə kömək eləyə bilir. Siz bəlkə kömək eləmədiniz ona. Narahat edir. Arxamca düşür falan eləyir. Polisə zəng eləyəcəm bu dəqiqə. Yax, gedək dönərcə dalaq tapdı da bir şeylər. Siz yaxşısınız. Bu nə deməkdir? Tanımadığınız birinə belə davranmaq normaldır. İndi yaxşı, mən sizdən dönər istəsəm, mənə dönər almayacaqsınız. Yox. Toyuq dönəri. Yox. Ət? Heç nə. Yaxşı, gəl gedək, bunları işin narahat edin. Gedəyik. Necə gedir? Polisə bir dəqiqə zəng eləyəcəm, Allah haqqı gələcəklər. Zəng eləmişik də, deyirəm buradadır, gəlir. Burada da gəlsin də, belə kömək edirsən sən qıza. Ehtiyac yoxdur, zəng eləməyin. Nə zəng eləməyi? Buradadır, gəlir. Çağır gəlsin, hanı? Belə kömək edirsən sən qıza. Siz kimsiniz ki? Ən son harda görmüşdün? Anam dedi oradadır, yan bax o tərəfdə yan yol keçsi getdi, gəlmədi. Gedək bir yerdə axtaraya tapay da. Siz necə kömək eləyəcəksiniz bə? Mən deyirəm gedək dönər yeyək, taparıq, bəlkə acıdır. Açsan. Mən acam, mənə bir dənə dönər ala bilərsən, heç olmasa. Mən sənə niyə dönər almalıyam? Bayaqdan düşmüşəm dalınca, yorulmuşam da. Mən qıza dönər aldım, siz anlayasınız. Zəhmət olmasa başımın yanına səhv edim. Bildiyim, siz çox əsəbisiniz, seyirsiz. Yəni mən belə səbiyəm. Dəqiq gedim də. Dedin də başımın yanından. Qızda rahatsız ediyorsunuz. Sizin yerə atsın, valideyni tapırıq da. Sən valideyn axtaransan, adama deyərlər. Axtarmışam da. Düzdür, mənim uşaq uğruna görə bir dəfə tutublar. 2 il yatmışam. Siz valideyn tapacaqsınızsa gedin. Zəhmət olmasa uzaqlaş.
Burada çoxdan gözləyirsən. Anamı itirmişəm. Bayaqdan gözləyirəm, gəlmir. Gəl gedək çay taparıq, gəl. Ana olsa tapanmayırsan, 1 saatda yoxdur anam. Nömrəsini alıb, yoxdur, polisə gedin deyin də. Siz onlar tanıyırsınız onu. bunu yox. Sonra nəyə düşmüsən o dalıcı? Sən qızın özün, bu qızın var, ailən var. Bir ailəmlə məşğul ol. Oturub yüzük ki, indi mən zəng eləyərəm, gəlib aparıb məşğul olarlar. Ehtiyac yoxdur bir şeydən. Niyə yoxdur? Sən ehtiyacın var o qız uşağıdan elə eləyirsən? Dedim anasını tapalım. Ay, sən o anasıyla nə işin var? Anasını tapaq da. Mən deyirəm gedək, otur mənə inanmır da. Bu lazımdır, niyə gedirsən mən bu? Burada zəng vurur, yüzükdən gəlsin. Deyirəm gedək oturaq dən çay yemək ye taparıq da sonra. Yox, elə burada tapsın da anasını. Burada itiribsə burada tapsın. Burada itirməyib axı. Siz deyəsən, biraz sərt yaxınlaşmaya getirir insana. Bayaqdan deyir ki, arxamca gedək. Mən də tanımdan bayaqdan arxamca düşüb. Deyirəm gedək oturaq, ana vaxtlaraq orada çay gəlmir. Anasını tapaq. Anası tapırıq da, gözləyirik və gələcək də indi bura. Mən deyirəm, mənə inanmır. Deyirəm gedək oturaq yeməkdə çay. Qorxur səndən, görürsən uşaq qorxur. Görmüşsən, ağlayırıq borçlar. Mən pis insan deyiləm ki. Mən polis çağıracaq, polis tapacaq. Amma mənə deməyin aday. Sənə nə deyim? Mən qorxdum da sizdən. Qorxdum sizdən. Birdən Yaxşı edirsən. Sən mənim yata biləşdirirsən. Uşaq səndən qorxub, get daha uzun başqayla olun. Bir qız gələcək, polis çağıracaq. bax mən gedirəm ha. Get! Get! Angelina, idi suda! Angelina! Angelina idi suda. Tapa bildin ana bu? Gedək sən axtaraq tapay. Tanımıram axı sizi. Bayaqdan niyə arxamca düşmüsünüz? Yox, oturaq çay eləyir, anam da gələr də. Onsa bunlar səni kömək eləmir. Kimsən, qoğum, yəni sən nəməsini bilirsən, kimsən? Burada itiribsən, aslında bura gələcək, dara getsin. Burada itirməyib, orada itirib, o bardan bir iş gəlib bura. Yarım saatdır yoxdur anam. Bu parkdaydı da, bu parkdaydı. Bu yatı axtaracaq, tapar park böyük. Bəlkə sən aldatdın onu. Mən niyə aldadım? Mən niyə alladıram? Yəni özün düz eləyirsən, dur burada heç kəsə güvən yoxdur. Nə lazım? Sən niyə əsəbləşdin? Gəlmişsən başım üstə boş-boş danışırsan. Kimə zəng edirsən? Sən kim lazım? Mən söz soruşam, deyim kömək eləyirsən ona. Sən məndən söz soruşanmazsın. Kamera sərafat edir. Haqqınızı halal edin, uşaqları qorumaq üçün. Sağ ol. Bir dənə əl eləyin, gedək biz. Bax, kamera orada da. Bu kamera zarafat edir. Hər qızı polisə zəng edirdim. Kamera çəkişdi. Son ana kimi biraz danışmaq istədim, çəkiliş naxadı. Bu sadəcə çəkiliş idi, kamera çəkiliş idi. Əl eləyin, gedək. Sizə nümunəvi insansınız. Narahat olun, hər şey qaydasındadır. Üzürü sayın. Bu sadəcə bir kamera zarafat idi. Uşaqları oğruyla aparırlar. Ona görə biz video çəkdik ki, nümunəvi insan. Yaxşı, üzürü sayın. Nəyə gülürsünüz? Kamera zarafat idi. Özünüzü təqdim edin. Adil Əliyev. Nicat. Nicat, birinci növbədə üzrlü sanki sizin vaxtınızı aldıq. Yaxşı ki, qarışdınız məncə. Yəni bir sözlə belə deyə bilərəm ki, indiki dövrdə heç kəsə güvənə etibar yoxdur ki, özüm dəfələrlə şahid olmuşam belə bir şeyin. Yəni bu səbəbdən həmişə. Yəni dirəşməyə biraz şübhəli gəldi. Əsas ona görə şeylədim, mən üstünə düşdüm. Hər ikinizə uğurlar arzulayıram. Çox sağ olun. Özünüzü təqdim edin. Gülnarə Hüseynova. Bir xanımın belə bir şeyə qarışması, nümunəvi olaraq özünü göstərməyi çox gözəl bir şeydir məncə. Bəli, əlbəttə ki. Mənim də qızım var, mənim də balam var, o da mənim balamdır. Haçanda olsa yenə həmin şey eləyərəm. Yüz minlərlə insan sizə hal-hazırda baxır. Onlara nə deyərdiniz? Mən elədiyim hərəkət eləsinlər. O hamı bizim balamızdır. Özünüzdən müğayət olun. Çox sağ olun, siz sağ olun.